Hanımlar, alem karışıp mətbəxdə bir-birini. Burada da Günay xanım demək göbələklə kartoşka kızarttı. Mən 2 yemək qaşığı duz. Hanımlar, bir de armudu stəkan dolu şəkər tozu əlavə edirəm. 15 dəqiqə bişirəcəm bunu, hələ altını yandırmamışım. Sonra bançalara yıxacaq, balaca bançalara. Ay, o partlayacaq bana. Xanımlar, bançaları açım. Səhər xanımlar, saat 10'dur. Üstünüzə sağlıq. Elə canım ağrıyır. Bunları açım. Ay, partladı, gördün. Tamam. Sağ. Şarını gətirib həyətə partladı. Xanımlar, bunları açım. Görüm inşallah ki, sınıq olmazlar da. Təzələr də xanımlar, bağladığımız zaman adam qorxa edir. İsti suyu tökən kimi partlayırlar. Bunları mən açım. İçini açım belə. Çıxarım görüm nədirlər, nə deyirlər. Yuyum. Gelin başlayayım qazanları. Şaftalları blenderdən kesirim. Qoyum üzərinə pişməyə. Xanımlar, çıxartdım hamısını 40 ədəddir. Belə sınığı yoxdur. Amma ki, həmişə belə alanda, paketdə, pakovkada da açıb bağlayanda biri ikisi sınır həmişə. Qaynar su dökəndə sınır. İndi inşallah sınmazlar. Belə qəşəngdilər. Elə əvvəlkilərdəndir də. Həm də əvvəlkilərdən də bağdan. Qəşəngdir. Küləkdir xanımlar. Oradan səkin üzərinə salar yerə. Mən 10-12 dənə yuyuram. Gedirəm birinci qazan qoyam, blenderdən keçirəm qoyam bişməyə. İkinci qazan blenderdən keçirib bişməyə qoyanda gəlib yenə 10-12 dənə yuyacam. Hər qazandan 10-12 ədəd çıxır da. Hamısını yuyub qoymağa yer yoxdur, balkonda da yer yoxdur. Ona görə elə 10-12 dənə yuyacam. Məlik, keç. Ay bala. Onu qoy ora keç, keç. Tez keç. Yuyum xanımlar, yığın bura. 20 ədədini yudum. Şuraya az qarbançalar atsın yerə. Çünki qazan ikisi ardarda hazır olacaqdı. Ona görə 20 ədəd yudum, 20'si qaldı. Yer yoxdur, aparım salona stolun üstünə dəsmal. Günay sərib, oraya yığaq üz üstə, suyu tam süssün. Qazanlar hazır olana yaxında qurudacaq. İçinə xanımla dəsmal salırıq uzun qaşıqla və tam qurudur. Belə. Qonşu iş gedir, onun səsidir. Belə xanımlar. Gedim evə görüm neyinirəm. İşlərimə davam. Aləm qarışıq bir-birinə. Yəni bir də mən bunları blenderdən keçirməmi sizə göstərməyəcəm. Süzgəcdən keçirməmi göstərməyəcəm. Bütün videolarımda edirəm də. Yəni yeni izləyən xanımlar varsa digər videoları izləsinlər. Bunu blenderdən yaxşı keçirdəcəm. Sonra süzgəcdən süzəcəm. Sonra qalan suyunu da əlavə edəcəm. Suyunu, şəkər tozunu əlavə edəndə göstərəcəm yenə sizə. Yəni təkrar nəyə göstərim, mən də zamanım gedir. Bu birinci qazandı. Xanımlar, bu qazanım və digər qazanım 4 kilo, təmiz 4 kilo meyvəni rahat tutur. Çünki bu 4 kilonu 8 litr su əlavə edirik, yarım litr də bu buxarlamaq payı əlavə edirik, şəkər tozu əlavə edirik. Yəni bundan 2-3 barmaqda aşağı olur. Yəni rahat bu bişirir. Amma indi 4 kilo yarım oldu təmizi. Baxın xanımlar, bu indi qaynasa necə olacaq bilmirəm. Bir barmaq yer qalıb qazanda. Deməli xanımlar, təmiz 4 kilo yarım meyvəyə 9 litr su edir, yarım litr də buxarlanmaq payı. 9 litr yarım su əlavə etmişəm. Təmiz 4 kilo yarım meyvəyə 4 böyük xrusta stəkanda şəkər tozu əlavə etdim. 3 stəkan əlavə etdim xanımlar, dadı olmadı. 1 stəkan da əlavə etdim. Meyxoş əriyə. Onlar turşu olur deyə biraz. Onlara elə neçə kilodsa, kilon sayı qədər də stəkandan şəkər tozu əlavə edirik. Amma bu şirindir. Bu şaftalı şirindir. Təmiz 4 kiloqram yarım meyvəyə
4 böyük xurda stəkan şəkər tozu əlavə etdim. Xanımlar, bir də axırda hazır formalarını bançalarda sizə göstərəcəm. İnanın, çox çətindir. Süzgəcdən keçirmək, inanın mənim qolumu, dayanı, gücümü, hamısını alır, heç edə bilmirəm, qalıb əlimdə. Təşər bunlar nəyə göstərim sizə? Keçən videolarımda da etmişəm. Sonda bançalarda sizə göstərəcəm. Deməli, 1 kilo 200 qram göbələk idi. Onun üzərindən bir belə göz yarı götürdüm də, bir 300-400 qram götürdüm. Onu kartuşka ilə qızardaq. Çünki tava balacadır, tavaya çox olur da o. Hardasa 800 qram göbələk. Deməli, 2 kusok. Böyüdü kusoklar. Yox, döşəklər yox. Hə. Xanımlar, deməli 800 qram göbələk, 2 orta ölçüdə 2 kusok sinə əti. Onlar birlikdə pişdi. İndi onun üzərinə 2 belə 200 ml-də bunlar. 400 ml qaymaq, 250 qram da mozzarella pendiri əlavə edəcəyik. Xanımlar, göbələkləri gördünüz də, göbələklər qara olduğu üçün, göbələyin altı qara idi. Qara olduğu üçün, yəni istərseniz göbələyin rəngi tündləşir. Heç özü də yumadı Günay. Göbələkləri soydu, sadəcə lap sonda bir dənə üstünə su gəzdiririk. İstər-istəməz xanımlar, bəs göbələk hər yerə dəyir. Hər kəsin əli dəyir, toz, torpaq, onu soyuruq. Soyduğumuz yerdən əlimiz dəyir, ora təzdən təmiz yerə dəyir. Mütləq onun üzərinə axıda su gəzdirmək lazımdır. Eybi yox, biz onu qara yeyərik, amma təmiz olsun. Əvvəl suda saxlayırdım, bilmirdim də. Xanımlar yazdılar ki, yox, onda daha qaralır. Vallahi elə həmin rəngdir. Heç yumuruq, lap sonda üstünə su gəzdiririk, elə yenə də həmin göbələk, həmin rəngdir. Bilmirəm, biz elə aldıqlarımız təsadüfən qara göbələk çıxır, altı qara axır. Hazır formasını göstərəcəm sizlərə. Xanımlar, aləm qarışıb mətbəxdə bir-birini. Qadınsa yığıram, istər-istəməz tökülür. Çox dolu edirəm də, mən tökülür. Ona görə üstü şir olur. Nə qədər silsəm də, ona görə həyətdə hələ bağlamamışam xanımlar, görürsünüz. Hələ bağlamamışam xanımlar. Görürsünüz, çox dolu edirəm və köpüklərini də yığıram hamısını. Bançaya yığılanda da köpüklərini yığıram. Birini də göstərim sizə. İndi bağlayacam bunları. Görürsünüz. Belə. Hamısını bağlayayım, götürüm. Hələ qazanın içində qalın. Xanımlar, yeməklər də Günay edir. Və elə bu işlərlə məşğul olan bançalarla. Bu deməli quş yuvası idi də, bunu süzdü. Həm də püre edir. İndi bəziləri püre sevir, bəziləri bunu sevir. Bir də göbələk 1 kilo 200 qram idi. Onun üzərindən göz yarı götürdüm. Hardasa 2 payına da 800 qramını qaymaqla, pendirlə edirik. Pürenin yanında, bunun yanında. Hardasa o 300-400 qramını da kartuşka ilə Günay qızardır. Belə əllərini salıb gəlmir. Mən də bançalarla məşğul xanımlar. Bançaları elə belə stolun üzərinə yığıram. Dəzgahın üzərində bağlayıb stolun üzərinə yığıram. İndi aparıb balkona yığacam. Bu arada xanımlar, Günay deməli 250 qram pendir idi də. Dedim, amma biraz kartuşka ilə göbələyin də üzərinə əlavə edirəm. Göbələyin necə istəyir. Bunu deməli göbələk, qaymaq onun üzərinə əlavə edəcək. O yeməyin üzərinə. Bunu da kartuşka ilə göbələk qızardır, onun üzərinə əlavə edəcək. Əllərinə sağlıq. Mən bunlar xanımlar, üçü də oradadır. Onları da bağlayayım, gətirim. Bunları aparım, balkona yığım, başlayayım ikinci qazana. Əllərinə sağlıq. Xanımlar, biz yağ da əlavə edirik üzərinə. Yəni bu... nə deyim, bunlara vermişik, deyim, makaron deyim, heç cürətlər yadımda qalmır. Yəni bunlar bahalılardır. Amma ona baxmayaraq, yəni biz yağ əlavə edirik üzərinə. Bəzi xanımlar deyirlər ki, yağ əlavə etməyəndə yapışır, ucuzdular. Xeyr, elə bahalılar da yapışır. Belə. Bir qaşıq yağ əlavə edirik üzərinə. Xanımlar, bu arada qazan çox daşa bilərdi. Şəkər tozunu da əlavə edib qarışdırandan sonra götürdüm başqa qazana. Yəni üstündən götürdüm, başqa qazana əlavə etdim. Digər qazanda o cür.
şəkər tozunu falan suyunu əlavə edəndən sonra qarışdırdım. Ondan da götürdüm, onun üstə əlavə etdim. Yəni onu da ayrıca qoymuşam indi qaynamağa. Belə. Bunları aparım yığım balkona. Burada da bağladıqca bir-bir aparım. Bağlayıram dəzgahın üzərində yığıram bura. Buradan da görüm axıdır, axıtmır da hər ehtimala. Sonra aparım yığım balkona, üstündə örtüm. Xanımlar. Günay yoldaş üçün də pürey deyib. Böyük oğlum xoşlayır pürey ilə. Göbələk. Onun üçün də pürey deyib. Burada da Günay xanım demək göbələklə kartoşka qızartdı. Üstünə də pendir, Holland pendiri gəzdirdi. Sadəcə xanımlar, göbələk belə qara çıxır. Göbələyin altını gördüyünüzdə aşağı hissəsini qaradır. Ona görə qara çıxır. Yoxsa heç yumadı Günay. Yumadı deyərkən soydu. Lap sonda bir damcı üzərinə tez su gəzdirdi və salam. Belə. Əsas dadı tam içində. Əllərinə sağlıq. Oğlumla Günay paştet yemək istəyirlər. Mən də deyirəm, izləyicilərimə göstərməliyim. Axı ona görə elə dedim, göstərim. Xanımlar, mən elə bağladıqca Günayca sağ olsun aparır, balkona yığır. Sonuncular qalıb. Deməli, xanımlar, 40 bankaydı da, düzdür. 40 dənə banki oldu, təzə aldığım. 2 dənə də bu, kesən aldıqlarım, görürsünüz? Bunların üzərində bağdan yazılıb, nə yazılıb? Bağdan istədilər. 2 də ədəd kesən aldıqlarımız sadə, üstündə yazısı olmayan. 42, bir də 1 litrlik bankalar gətirdi Günay mənə. Padvaldan, indi o da görüm neçəsi olacaq da. Yəni o sonuncudur. Bağlayıram, xanımlar, yəni çox pis haldayam. Pis haldayam. Balalarım da nuşicanla yesinlər. Bu da bunların paştetləri. Belə xanımlar, qoy onları da bağlayım. Görüm neçə banka oldu. Balkona da yəqin sizə göstərirəm. Yorğunçuluqdan da yəni dayana bilmirəm. Belə. Bitsin, sonda da göstərəcəm. Xanımlar, axışı bitirdim. Canımı qoymağa yer tapmıram. Sağ olsun Günayca mənə çox kömək elədi. Bunu apar, onu gətir, bunu apar, onu gətir. Xanımlar, deməli 40 dənə 1 litrik almışdım. Maşallah, heç birinə də heç nə olmadı. Yəni, adətən təzə alanda bir-ikisi partlayır da. 40 o, 2 dənə də kesən aldığım. 42 dənə 1 litrik aroma oldu. 6 dənə də belə 1 litrik banka. Gəlin, necə gözəldir. Bir də xanımlar bu qaldı. Bu qaldı. Soysun qoyarıq. Soyuducuya. Kesenlerden de aslında bankalar bitmiş diye yoktu. Elə çıxanları istifadə edirik, onları göyəm komfortuna istifadə etdim. İkisini də Günay gətirdi, açdı, dolçalara tökdü ki, boşalsın, mən istifadə edim. Saat 7'nin yarısıdır, akşamüstü 7'nin yarısıdır. Bugün sizlerle video paylaşmalıyam. Bu videonu təbii ki paylaşmayacağım. Yəni videolarım çoxdur da, bundan öncəki alışveriş videosunu paylaşacağım. Sonra növbə ilə bu bişirdiklərimi, hazırladıklarımı. Yəni videolarım var, amma bilmirəm, montaj edə bilərəm, edə bilmərəm. Yəni o qədər halsızam. Allah Taala hər birimizi ruzi yetirsin. Zaten Allah Taala ruzimizi yetirir. Ruzimizə bərəkət versin. Ruzimiz halaldan olsun, halalından olsun. Evimizə haram tikə, belə deyək də, gətirməyək. Az olsun, halal olsun. Hazırladıklarımızı da Allah Taala ağız dadı ilə yemək, içmək qismət etsin. Belə gözəl xanımlar. Mən yəqin ki burada videomu sonlandırarım da sizlərlə. Hər birinizi öpürəm gözəl xanımlar. Allah amanda qalın, Allah əmanət olun. Bilmirəm, balkonda da nə vəziyyətdədir, Günay deyirəm, amma balkonda yer yoxdur. Bankaları düzə-düzə gəlmişəm. Çünki göyəmlər də oradadır, 6 dənə balon, 3 litrlik, sonra 12 dənə 1 litrlik, sonra pərpətöyünlər, 42 dənə də 1 litrlik belə aroma, bir də bunlar. Günay deyirəm, amma tərpənmək olmur, gəl. Dedim, Günay gələ bilmərəm, elə ancaq da yanmışam, nə sağa, nə sola dönə bilmərəm. Axırda gələcəm. Bilmirəm, balkona gedib çata bilsəm,
balkondakı vəziyyətdə çəkib sizə göstərərəm. Öpürəm gözəl xanımlar. Allah amanında qalın.